Xanım, ola bilər ki, yenə indi hal-hazırda tam olaraq hazır deyilsiniz, amma özünüzü növbəti dərs hazırlayıb qeyd etdiklərimi əlavə edə bilərsiniz. Bir də ki, yenə dediyim kimi, dahi şəxsiyyətlərimizin hansısa bir qeyd etdiyi sözləri də qeyd edə bilərsiniz cümlənizin sonunda və yaxud da öz fikrinizi son olaraq bitirmək üçün fikir olaraq qeyd edə bilərsiniz. Yəni fərqli olsun deyə, hamı da eyni olmasın deyə. Çünki hər kəsdə eyni olanda artıq oradakılar istəyir icmallarımız olsun, istəyir özümüzü təqdim etmə olsun. Yəni bilirlər ki, müəllimlər yəni kimlərinsə dərsində olub bundan istifadə ediblər. İstəmirəm bu barədə, yəni onlara bir mesaj olaraq getsin. Özümüz fikirlərimizi qeyd edək. Bir də bizdə Türkan xanım var idi ki, o istəyirdi ki, özünü Türkanə müəllimə deyəsən, özünü təqdim etsin. Buyurun Türkanə müəllimə, dinləyək sizi, söz sizdədir. Buyurun. Salam müəllimə, necəsiz? Salam Türkanə müəllimə, xoş gördük. Buyurun. Çox sağ olun. Mən də Naxçıvandan qoşuluram. Çox Mən də gözəl. özümü bu cür təqdim eləyərdim ki, mən Bayramova Türkanə Vasif qızı 1986-cı il təvəllüdlüyəm. 1993-2004 arası Babək rayon Hacıvar kənd tam orta məktəbini bitirmişəm. 2005-2009 arası Naxçıvan Dövlət Universitetinin fizika astronomiya ixtisasını bitirmişəm. Qırmızı diplomla qurtarmışam. 2010-cu ildə də yenidən öz oxuduğum məktəb Hacıvar tam orta məktəbində müəllimə işləyirəm. Birinci diaqnostik qiymətləndirmədən də uğurla keçmişəm. O sertifikasiyamız elə 5 il bundan qabaq olmuşdu da. Yəni onu da orada təqdim eləyəndə ondan da uğurlu keçmişəm. Müsahibə mərhələsindən də 40 bal toplamışam. İkinci sertifikasiyadan da uğurlu keçmişəm. Yəni bu qədər. İndi bilmirəm necə olar. Əslində qeyd etdiyiniz hissələrdə müəyyən istiqamətlər var idi ki, xoşuma gəldi. Türkan müəllimə ilk olaraq da narahat olmayın. Onsuz da dərslərimdə bütün müəllimlərin Buyurun. Bilirim biraz da həyəcan vardı. İndi birinci dəhədir də. İndi yəqin ki, biraz işlədikdən sonra üstündə. Düzdür. Ona görə qeyd edirəm ki, əsasən dərslərdə istəyirəm müəllimlər danışsınlar ki, həyəcanlarını yenə bilsinlər imtahana qədər. Söz verəcəm digər müəllimlərə də. Amma Türkanə müəllimə, onu deyim ki, narahat olmayın. Əsas qeyd etdiyiniz hissələr çox yaxşıdır. Bir də işləyirəm deməyin. Yəni pedaqoji fəaliyyətimi davam etdirmişəm və yaxud davam etdirirəm və yaxud da ilk pedaqoji fəaliyyətimə filan nömrəli təhsil müəssisəsinə başlamışam. Belə elmi cümlələrdən istifadə edin ki, onlar daha çox bal versinlər, maksimum bal versinlər. Mənim məqsədim həmişə odur. Yəni yenə dediyim kimi də müəllimlər ümumiyyətcə özünü təqdim etmələrini mənə göndərirlər. Müəyyən dəyişiklikləri mən orada edirəm. Artıq bizim vaxtımız hələ ki var. Müsahibəyə qədər buna hazırlaşırlar. Təşəkkür edirəm. Əlavələr də edərik Türkanə müəllimə. İnşallah müəllimə. Çox sağ olun, inşallah. Könül müəllimə, gəlin sizdən başlayaq. Buyurun Könül müəllimə, əlini qaldırmışdı. Sizi dinləyək. Buyurun. Salam müəlliməm. Mən də Babək rayon Hacıvar kənd orta məktəbində müəllimə işləyirəm. Və mən 81 təvəllüdlüyəm. 9 noyabr 1981-ci ildə Şərur rayonunda doğulmuşam. Və 89-cu ildən 92-ci ilə qədər ibtidai sinifdə 11 nömrəli oxumuşam. Amma 92-ci ildən 99-cu ilə dək xanım qızlar, indiki qızlar istəyində oxub bitirmişəm və elə həmin ildə Naxçıvan Dövlət Universitetinin fizika riyaziyyat fakültəsində riyaziyyat informatika ixtisası üzrə oxumuşam. Oxuyub bitirmişəm. Deməli 2003-cü ildə universiteti bitirmişəm, amma 2004-cü ildə Babək rayon Hacıvar kənd orta məktəbində işləməyə başlamışam. Bu 22 ildə stajım vardı hal-hazırda və bu illər ərzində bir neçə kurslarda olmuşam. Onda mən kurslarımı deyə bilərəm, vacibli nələrsə mənim üçün xeyir olan bir şeylərdə. Yəni onlar deyə bilərəm də, kurslarımı deyə bilərəm. Xanım, bəli deyə bilərsiniz. Bir dənə əlavələr edim. Deməli Könül xanım, orada yəni nəyə diqqət yetirdim sizin nitqinizdə? Bir dənə cümlələrimizi axıcı olaraq desək daha yaxşı alınar. Hər birimiz tək sizə görə demirəm, ümumiyyətcə deyirəm ki, yəni fikirlərimiz bir-birini tamamlasın.
Təhsil almışam desəm daha yaxşı olar. Oxumuşam deməyək, bunu biraz kənara Ay sağ qoyaq. olun. Bəli. Sizin Bundan təhsil əlavə almışam ya. olaraq, buyurun. Aha. Bundan Aha. əlavə olaraq, əgər biz istəyiriksə sertifikatlarımızı deyək. Sertifikatlarımızı deməmişdən öncə biz niyə bu sertifikatları alırıq? Həm öz inkişafımız üçün, həm də şagirdlərimizin inkişafı üçün edirik də, düzdürmü bunu? Yəni bu haqda qısa bir cümlə əlavə eləsək daha yerinə düşərdi. Ondan sonra hansı sertifikatları əldə etmişik və ya hansı müsabiqələrdə iştirak etmişik, bunları əlavə etsək daha yerinə düşərdi. Ona görə deyirəm ki, fikirlərimizi kəsməyək, cümlələri kəsinti şəklində deməyək. Çünki niyə? Çünki bizim məqsədimiz müsiflərə müsbət enerji ötürməkdir ki, bizim balımızı daha yuxarı yazsınlar və bizi dinləsinlər sona qədər. Cümlələrimizi yarımçıq kəsməsinlər. Yəni bunu edə bilərik. Və qarşınıza məqsəd qoyun. Təvəllüdünüzdən başlayın. Hansı illər arası məktəbi bitirmisiniz? Bunu deyin. Təhsil almışsınız. Ümumi təhsil müəssisəsində. Ondan sonra universiteti yəni qeyd etmirik ki, filan universitetə filan il daxil olmuşam, yəni buna ehtiyac yoxdur. Bakı Dövlət Universitetinin filan fakültəsinin filan ixtisasını bitirdiyinizi qeyd edin. Magistr təhsiliniz varsa və yaxud da ikinci yenidən hazırlama varsa bunu qeyd edin həmin aralıqda. Bundan sonra artıq pedaqoji fəaliyyətdən danışın. Yenə dediyim kimi, kənarda olan hansısa bir fəaliyyətdə məşğulsunuzsa, hər birimiz məşğuluq. Təhsildən əlavədirsə, bunu qeyd etməyin. Buna ehtiyac yoxdur. Yəni, bəzi müəllimlər düşünür ki, mən şagirdləri hazırlayıram və s. Yəni, buna ehtiyac yoxdur müəllimlər. Yəni, bu qeyd eləsək bizim üçün biraz mənfi alınar. Yəni, ümumiyyətcə, hər birimiz abituriyent hazırlayan yeri gəlinə məşğul oluruq. Yəni, buna ehtiyac yoxdur. Amma olimpiyadalarınız varsa qeyd edin bunu. Bir də bəzən yenə dediyim ki, müəllimlər deyir ki, müəllimə, bəs biz olimpiyadanın yarım mərhələsinə aparırıq, ondan sonra getmir. Bunu aparmağınız da özü belə böyük bir göstəricidir. Məktəbdə hansı fəaliyyətləriniz var? Məktəbdə nə edirsiniz? Yəni şagirdlər üçün, söhbət şagirdlərdən gedir və yaxud da digər müəllimlərin inkişafı üçün dəstəyiniz varmı sizin? Olur da bəzi məktəblərdə müəyyən müəllimlər var ki, aktiv müəllimlərimiz var. Yəni bunu da qeyd edə bilərsiniz özlüyünüzdə. Ümumiyyətcə başqa hansısa şagirdə dəstəyiniz varmı? Ona təmənnasız olaraq yardım edirsinizmi? Söhbət belə deyək, maddi cəhətdən getmir, mənəvi cəhətdən onu öyrətməyiniz, onu irəli aparmağınız. Yəni bu haqda müəyyən məlumat verə bilərsiniz. Şagirdlərinizi hansı belə deyək, müəyyən Azərbaycanın gözəl bir güşələrinə, yəni görməli yerlərə, tutaq ki, məsələn deyirəm, Üzeyir Hacıbəyovun ev muzeyinə, tutaq ki, ədəbiyyat müəllimlərimiz varsa, informatika müəllimləri, Expo mərkəzinə, əgər bunlar varsa müəllimlər, mütləq olaraq bu siyahıda bunların hər birisini qeyd edin. Yəni, qısa konkret, məqsəd deyil ki, hamısının adını bir-bir deyəsiniz. Yəni, bunu da bir cümlə deyirsiniz ki, məqsədim şagirdlərin inkişafı üçün, yəni, belə deyək, milli ruhda yetişmələri üçün harası apardığınızla bağlı qısa bu qeydlər də edə bilərsiniz. Bax, özünüzü təqdim etmədə, özüm haqqında dedim, təhsilim haqqında dedim, öz inkişafım haqqında dedim, özümün inkişaf üçün nələr edirəm, nələr qazanmışam, bunu dedim və şagirdlərinizə keçin. Şagirdlərim üçün nə etmişəm? Hər bir müəllim nəsə edib, mən bunu bilirəm. Buna əlavələr edin ki, sizin artıq özünüzü təqdim etməniz müsiflər tərəfindən bəyənilsin. Belə. Biz bir müəllimimizi də dinləyək. Buyurun. Buyurun, Könül müəllimə. Keçin sonra. Müəllimə deyə bilərəm ki, məsələn, bizdə o vaxtları ağıllı elektron lövhənin işlənməsi haqqında kurslar təşkil edilmişdi dövlət. Məsələn, mən orada iştirak eləmişəm və gəlib məktəbdə müəllimlərə də yardım eləmişəm. Məsələn, bu haqqda desəm olarmı? Professional lövhə ilə bağlı, bəli, deyə bilərsiniz. Yəni, bununla bağlı nə kimi fəaliyyətiniz olub, qısa olaraq deyə bilərsiniz. Yəni, ondan əlavə olaraq, yenə dediyim kimi, həmkarlarınız üçün, bəli, istəyir şagirdləriniz üçün müəyyən bir nə dəstəyiniz varsa, yəni bunu sonda deyə bilərsiniz. Bəli, bu da yəni xoş qarşılanır. Təşəkkür edirəm, Könül xanım. Deməyim. Demək istədiklərim var idi axı. Hə, deyin, mən elə bildim bitirmişsiniz.
Yox, bir dənə də cümlə var. İstəyirəm onu da deyim. Görüm hələ siz necə fikir deyərsiniz. Ona görə demək Deyin, istəyirdim. buyurun. Deməli, bundan başqa mental aritmetika kursunu keçmişəm və elə həmin ili də iki şagirdim, biri ikinci yer, biri üçüncü yer tutmuşdur. Bunu da Hə, deyim də deyirlər. yəqin ki. Bir də bu Deyin, il deyin. mən bir şagirdim. Mən bir şagirdim. Nəsrəddin Tusi adına demək olimpiyadada informatika üzrə olimpiyadada iştirak edibdi və Naxçıvan Muxtar Respublikası üzrə 3-cü yer tutmuşdur. Bəli. Belə bir də Yəni sertifikasiyalarda bir Bilməm. diaqnostik imtahanda birincidən uğur qazanmışam və 5 il bundan əvvəlki sertifikasiya imtahanında da birincidən uğurla keçmişəm. Müsahibədən də yüksək bal toplamışam və bu ilki sertifikasiyadan da yüksək nəticə əldə etmişəm. Belə, yəni bunlar Könlüm, demək istəyərdim. bayaq Dedim, görün öz şagirdlərinizlə bağlı, təhsil alanlarla bağlı nə uğurları varsa, sizin bunda rolunuz varsa, mütləq qeyd edin. Yəni elə bir qeyd edin ki, yenə dediyim kimi, ola bilər ki, sizin nümunə olaraq deyirəm, 3 şagirdinizin müəyyən olaraq inkişafında sizin rolunuz var. Bu üçünü ayrı-ayrı demək əvəzinə bir cümlənin içində deyin. Yenə dediyim kimi, onlar bizi ən uzağı bir 10 cümlə formasında təqdim etməyimizə imkan verəcəklər. Bəzən müəllimlər nə edir? Bunu qeyd edim. Sonra bir dənə də Gülnarə müəllimədən soruşacağam. Digər müəllimlərimizə narahat olmayın. Növbəti dərsdə onlara söz verəcəm. Onların özünü təqdim etmək. Çünki çıxış sizdə olacaq ən çox. Nə qeyd edim müəllimlər? Bəzən müəllimlər cümləyə başlayırlar birinci, doğulduğu ildən doğulma sözünü qeyd etmirik. Ardınca başlayırlar, cümlələri biraz uzun deyirlər. Əsas hissəni sona saxlayırlar. Və onlar nə edir? İlk öncə onlar aldıqları informasiyanı ala bilmədikdə sizin fikrinizi yarı saxlayırlar. Və sonda demək istədikləriniz isə qalır. Və bu nəticə etibarilə nəyə gətirib çıxardır? Bizə nə lazımdır? Nəticə. Zəif nəticə göstərməyimizə. Amma ki, əsas uğurları özümüzü bir 2-3 cümlələ qeyd etdik, bəs edir. Sonra keçirir şagirdlərə. Onlar bizdə şagirdlərin uğuruna baxırlar. Bir də ki, mən nəyisə öyrənmişəmsə, yəni hansısa sertifikat əldə etmişəmsə, bunun mənim şagirdlərimə xeyri nədən ibarətdir? Bax, öz sözümlə deyirəm, ona baxırlar. Bəli, ona baxırlar. Başqa heç bir şeyə baxmırlar. Yəni, əsas istəyirsinizsə, uğurlu şagirdlərin emosional baxımından, psixoloji baxımından, şagirdlərin, yəni dediyim kimi, milli mənəvi ruhda yetişmələri üçün hansı addım atmışıq, ola bilər sinif rəhbəri deyilik, amma hansı şagirdin inkişafında bizim rolumuz var. Yəni, bunu da qeyd etməliyik. Və yaxud da yenə dediyim kimi, hansısa kitab müəllifi ola bilərsiniz, hansısa jurnalda, qəzetdə sizin yəni hansısa bir məqaləniz dərc oluna bilər. Bunlar da qeyd edə bilərsiniz özünüzlə bağlı. Yəni, bunlar müsbət göstəricilərdir. Başqa olanları qoyun bir kənara, onlar deməyə ehtiyac yoxdur. Son olaraq Gülnarə müəlliməni də dinləyim. Kimin nə fikri varsa müəllimlər, zəhmət olmasa yazın burada chat hissəsində. Bir də növbəti dərsdə, Gülnarə müəllim, sizə söz verməmişdən öncə müəllimlərə bir dənə sual verəcəm son olaraq. Növbəti dərsdə psixoloji olaraq, yoxsa ki, sinifin idarə edilməsi ilə bağlı daha çox sualları istəyirsinizsə, yəni o tipli suallar verin, mənə yazın və yaxud da hər ikisinin olmasını istəyirsinizsə, növbəti dərsimizdə bir dənə zəhmət olmasa, burada yazın, sorğu da keçirəcəm qrupda. Ən çox hansına gəlsə, onun üzərində gediləcəkdir. Buyurun, Gülnarə müəllimə, sizi dinləyək. Müəllimə, bir dəqiqə bir söz demək olar müəllimə. İcazə olar. Buyurun. Müəllimə, mən orada yazdım, siz cavab vermədiniz. Qumru müəllimə deyirdi ki, mən bu yəni girə bilmirəm, necə eləyim də. Bilirsiniz niyə daxil ola bilmir? Mən sizə deyim. Baxın, görüş başlamamışdan öncə dedim ki, mənim yəni kontakta əlavə edin adımı. Mən sizə link göndərəndə orada link aktiv vəziyyətdə olsun. Baxın, mənim adımı hər biriniz kontaktınızı əlavə edin. Mən link göndərəndə sizlərə aktiv olaraq olur və asanlıqla qoşula bilirsiniz növbət dərslərdə. Çünki aktivləşmir. Yəni mən sizin adınızı qeyd eləməmişdim, amma mən rahatlıqla girdim. Yəni mən qeyd eləməmişdim. O müəllimə girə bilmir. Sizin adınız məndə kontaktda var. Əvvəlki ola bilər ki,
Bəzən müəllimlər mənə adını daxil edəndə qalır, dəyişməmişəm. Ola Ola bilər bilər, telefon ola bilər. dəyişikliyi olanda mənim adım sizdən silinə bilir. Bu da mümkün olur müəllimə. Yaxşı. Onda ona deyərəm ki, adınızı kontakta salsın. Yaxşı. Bəli, Oldu bəli. müəllimə. Gürlü sayın sözünüzü kəsdim. Hə, buyurun. Nə- Günay müəllimə, narahat Salam. olmayın. Günay müəllim, dinləyək sizi, zəhmət olmasa. Mənim axşamınız xeyir. Axşamınız Mən xeyir. İsmailova Gülnarə Marks qızı. 1967-ci ildə avqust ayının 23-də Beyləqan rayonunda anadan olmuşam. 74-cü il 1-ci sinifə qəbul olub, 84-cü ildə həmin məktəbi bitirmişəm. Və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsinə qəbul olmuşam. 1989-cu ildə isə bitirmişəm. 1998-ci, 1999-cu tədris ilindən 266 saylı tam orta məktəbdə riyaziyyat və informatika müəllimi işləməyə başlamışam. 2014-cü ildə diaqnostik qiymətləndirmədən informatika fənnindən keçdim və həmin ildən sırf informatika fənni tədris etməyə başladım. 2021-2022-ci illərdə məktəbimizə STEAM və rəqəmsal bacarıqlar layihəsi gəldi və həmin ildə mən STEAM, rəqəmsal bacarıqlar, həm də informatika fənnini tədris edirəm. Dəfələrlə Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif kurslarda iştirak edib sertifikatlar almışam. Deməli, STEM layihəsindən, yəni şagirdlərim STEM layihəsindən Kosmos Olimpiyadasında iştirak ediblər. Hətta iki şagirdim Rızayev Elmir, Axundov Hüseyn isə Milli Hakaton müsabiqəsinin iştirakçısı olub və həmin qalibi olub və informatika təmayüllü məktəbə daxil olublar. Mən tədris etdiyim fənni sevirəm. Devrimiz informatika və texnologiya dövrü olduğu üçün çalışıram ki, şagirdlərə bu fənni çox gözəl şəkildə aşlayım və sevdirim. 21-ci əsr süni intellekt əsridir və yeniliklərə açıq olduğundan daima öz üzərimdə işləyirəm. Gözəl. Bu qədər. Günay müəllim, əslində nitqiniz, bəyəndim nitqinizi. Sadəcə olaraq belə Həyəcan. deyək, bəzi hissələrdə üzrlü sayasınız, mən müəyyən müdaxilələr edim. Yox, buyurun. Orada yenə başlıca olaraq, yəni başda təvəllüdəm desəz daha doğru olardı. Bir də ki, universitetə qəbul olma ilindən, bitirmə ilinə ayrı-ayrı dediniz. Bu da biraz bizdə vaxt itkisi olur. Axıra qədər fikir verdinizsə, siz öz uğurlarınızı sonda dediniz və mən onları çox bəyəndim. Ona görə də hansı, məsələn, bayaq da qeyd elədiyim kimi, Bakı Dövlət Universitetinin filan fakültəsinin filan ixtisasını bitirmişəm deyim filan ili. Və yaxud da ki, filan illəri ali təhsil almışam. Bunu qeyd eləyə bilərsiniz. Ondan sonra ardınca tutaq ki, Bakı Dövlətin filan fakültəsini filan ixtisası olaraq qeyd etməyiniz daha yaxşı olardı. Yenə dediyim kimi, həmin hissələrdən biraz azaltsaq nitqimizi, sonra bizə axıra qədər onlar dinləyəcəklər. O bizim üçün çox yaxşıdır. Amma uğurlarınız çox gözəldir, nitqiniz səlisdir, həyəcanlanmayın. Yəni sizin həyəcanınızı hiss elədim. Həyəcanlanmayın, çox belə yaxşıdır. Bir dənə həmin hissəni dəyişsəz, daha yerinə düşərdi. İnşallah. Dəyişərəm mən. Təşəkkür edirəm Gülnarə müəllim, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm, çox sağ olun. Təşəkkür edirəm. Deməli, digər iştirakçılarımızın narahat olmayın. Hər dərsimizdə müəllimlərdən kimisə dərsi açıq qalıb. Müəllimlər kimisə açıq qalıb. Bir dəqiqə, Vəfa müəllimə səsinizi bağladım. Deməli, müəllimlər, ümumiyyətcə, hər dərs olaraq müəyyən bir sayda müəllimi dinləyirəm. Yəni, özünü təqdim etməsini, narahat olmayın buna. Gəlin, biraz sizə müəyyən bir həm sinifin idarə etməsindən, həm də psixoloji sual verim. Hərəsindən bir dənə də olsa verim dərsimizin sonuna qədər. Bu zaman əlini qaldıran müəllimlərimiz var ki, istəyirəm onlardan dinləyəm. Bizim biraz bugün aktiv müəllimlərimizdir. Deməli, belə bir sual verim sizə. Bir sualımız olacaq sinifin idarə etməsindən, bir sualımız olacaq şagirdin psixoloji vəziyyəti ilə bağlı.
Ümumiyyətcə dərsi tədris edirsiniz. Dərs prosesində e, baxırsınız, görürsünüz ki, şagirdlərin arasında, iki şagirdinizin arasında münaqişə başlayıbdır. Yəni amma sizə müəyyən qədər imkan vermirlər ki, dərsinizi izah edəsiniz. Bu zaman sizin addımınız nə olar? İstəyirəm ki, sualın cavabına müəllimlərdən Zümrüd müəllimə, Züleyxa müəllimə, sonra Ləman müəllimə hansını cavablandır? Ləman müəllimə siz istəyirsiniz sizdən başlayım. Buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Buyurun. Əgər sinifdə dərs ediyim prosesdə, yəni dərs fəaliyyətində bu yəni konflikt olarsa, hər halda həmin anda müdaxilə edərəm, amma müdaxiləni hər hansı bir baxışlarımla, yaxınlaşaraq, hər hansı bir jestlərlə edərəm və dərsin sonunda ancaq olana fərdi söhbətlə bunun qarşısını ala bilərəm. Yəni mütləq dərsdən sonra olana fərdi söhbət apararam, amma dərs prosesində ola bilər ki, hansısa qaydaları olaraq xatırladaram, prosedur qaydalarını, hər hansı bir qaydaları xatırladaram və yaxud da ki, jestlərimlə, baxışlarımla yəni bir şeylər edərəm. Amma hər halda mütləq hər hansı bir qaydaları xatırladıb dərsimə davam edərəm. Amma dərsdən sonra onlarla bu müzakirə konflikti yəni həll etməyə çalışaram və fərdi söhbətlər apararam. Tamam, təşəkkür edirəm. Sonda mən öz fikrimi qeyd edəcəm. Oldu. Sonra kimlər cavab vermək istəyir? İki müəllimin də fikrini dinləyək. Buyurun müəllimlərimizdən. Zümrüd müəllimə sizi dinləyək. Hazır deyiləm belə cavablara, amma özümü təqdim etməyə biraz hazırlaşmışdım. Zümrüd müəllim, özünüz təqdim etməyə növbət dərs sizdən soruşum. Zəhmət olmasa. Onda mən bugün dinləyici ola bilərəm. Ola bilərsiniz. Başqa müəllimlərimizdən kim cavablandırmaq istəyir bu sualı? Bir dənə dinləyək iştirakçılarımızdan birini də. Buyurun. Müəllimə, mən də cavablandırmaq istəyərdim. Əslində biraz çox çətin bir sual oldu ki, uşaqlar çox eşitmişəm bu müsahibə mərhələsində dinləyirəm. Burada da yenə belə hansısa bir metodlardan istifadə edərdim və yaxud da ki, dərsdən sonra onlarla, yəni dərs bitdikdən sonra o iki şagirdlə söhbət edərdim. Müəyyən söhbət apararsınız. İndi gəlin belə deyək. Əslində sinifin, təşəkkür edirəm. Bir dənə cavablandırım bu sualınızı. Bu kimi suallarda çətinliklə, yəni fikirləşməyin ki, çox çətin suallardır. Əgər dərsi keçən zaman ola bilər ki, iki cür verilir bu sual. Ya şagirdlər arasında müəyyən söhbət var, yəni bir-birlərindən söhbətləşirlər, belə deyək. Və yaxud da ki, münaqişə baş verib. Münaqişə baş verməsi problemin daha üst səviyyədə olduğunu göstərir. Bunun üçün addım ayrıdır. Amma bir-birlərinin arasında söhbət edən uşaqlarla bu artıq hələ münaqişə olmayıb. Sadəcə olaraq dərsi pozulma məsələsidir ki, hərəsinin addımı fərqlidir. Bax, ikisinin də cavabını sizlərə qeyd edəcəm. Ümumiyyətcə, bəzi müəllimlər başlayır ki, bizim qaydalarımız olmalıdır, prosedurlarımız olmalıdır. Bunu deyirik, bu yanlış deyil. Birinci müəllimin gözləntisi olur, sonra müəllim gözləntidən sonra prosedurlar üçün qaydalara birinci əməl etmək şagirdlər üçün çox çətindir. Onun üçün prosedur olmalıdır ki, proseduru biz tətbiq etməyəli möhkəmləndirmək lazımdır ki, onlara əməl etsinlər. Əgər şagirdlər arasında sadəcə söhbət baş verirsə, biz bunu, çünki müəllimin müşahidə qabiliyyəti güclü olmalıdır. Müəllim təkcə dərsi keçən deyil, sinifi idarə edəndir. Göz təmasından və yaxud da sinifdə hərəkət edərək, şagirdlərin yanında duraraq və yaxud da ki, əlini sadəcə olaraq şagirdin çiyninə qoyaraq və yaxud da sual verərək, müxtəlifdir bu taktikalar, verərək şagirdin diqqətini cəlb edirsiniz. Burada sizdən, yəni məsələ münaqişə deyil hələ ki, arasında olan söhbətdir şagirdlərin. Burada sizdən nəyi gözləyirlər? Yəni ki, mən şagirdi dərsə cəlb edə bilməmişəm. Motivasiyamı düzgün qurmamışam. Şagirdlərin öyrənmə tərzlərinə əsasən onlara informasiyanı ötürə bilməmişəm. Bunun üçün də şagirdə sizin dərsiniz maraqsız olduğu üçün şagirdlər arasında nə baş verir? Bir-birlərindən söhbət edirlər. Bunun da taktikası, mən isə nə deyərdim? Mən öyrənmə tərzlərini nəzərə alardım. Şagirdlərə
düzgün motivasiya edəydim şagirdləri ki, şagirdlər mənim dərsimə aktiv olaraq cəlb olunsun. Yox, əgər ki, həm baş səbəbini deyin, həm problemin qarşısını alma səbəbini deyin və onlar siz bir sualın içində 2 cavabı da verdiyiniz üçün əlavə sizə sual verməyəcəklər bu istiqamətdə. Bundan sonra şagirdə sual ünvanlamaq, şagirdə yaxınlaşmaq və yaxud da digər yoldaşına lövhəyə çıxarmaq, sual cavablandırması üçün bu həmin addımlardır. Amma münaqişə məsələsində yenə dediyim kimi bu qayda prosedur məsələsini burada qeyd edə bilərsiniz münaqişə məsələsini. Yox, münaqişə daha çox böyükdürsə, onu siz metodika hissəsindən də keçmisiniz ki, sinif iclasları var. Şagirdlər arasında problemin həll edilməsi üçün. Problemin səbəbini aydınlaşdırmırıq. Bizim buna əlavə vaxtımız yoxdur. Şagirdlərin yerini dəyişə bilərsiniz, müəllimlər arasında münaqişə olan şagirdlərin, düzdürmü? Dəyişə bilərsiniz. Sonra şagirdlərin müəyyən artıq məsələ sakitləşəndən sonra o birincidə dediyim taktikaları şagirdə lövhəyə çıxartmaq və s. onu ardınca onu edə bilərsiniz. Bax, bu zaman doğru addım olmuş olur. Yoxsa ki, biz yenə dediyim kimi bəzən müəllimlər deyir ki, psixoloqu çağırardım və yaxud da məktəb rəhbərliyini çağırardım və s. Sinif idarə etməsində müəllim idarə edir sinifi və məsələlər müəllim aydınlaşdırılmalıdır. Amma psixoloji vəziyyətlər müxtəlif ola bilər. Bizim psixoloqdan əməkdaşlığımız mütləq önəmlidir. Yəni dediyim kimi, uşaq autistik uşaq ola bilər və yaxud da ki, sağlamlıq imkanları məhdud deyil də bunun 200-dən çox göstəriciləri var. Bu istiqamətdə həmin addımlar üçün psixoloqun köməyinə dəstəyimiz var və müəllimin savadlanmaq üçün müəyyən təlimləri keçməyinə ehtiyacı var. Və ola bilər ki, tutaq ki, məsələn deyirəm, müəyyən hiperaktiv şagirddir, autistik şagirddir, addımları mən bilirəm. Bilsəm belə, dərsdən sonra mənim psixoloqdan əməkdaşlığım mütləq olaraq lazımdır. Bax, buna diqqətli olmalıyıq. Yəni dediyim kimi, onlar sizə bir sual verə bilər, 2 sual verə bilər. Siz o sualda elə ətraflı cavab verə bilərsiniz ki, artıq onlar özlərində əmin olurlar ki, siz bu istiqamətdə, yəni 5 istiqamətdə verirlər də sualı, onun biri sinifin idarə etməsi istiqamətdə sual cavabını ətraflı verirsiniz. Bir də o sualı sizə vermirlər. Hansı müəllimləri ki, 20 dəqiqə çoxlu sual cavab edirlər, niyə edirlər? Yəni, cavabı ala bilmədikləri üçün müəllimlər. Onlar heç kimi kəsmək istəmirlər. Biz müsiflər heyətində biraz başqa cür yanaşırıq. Yox, əslində heç biri kəsmək istəmir. Sadəcə olaraq biraz bizə mehriban da davranırlar həqiqətən, bunu da etiraf edək. Amma biz hər tərəfi cavab versək, müsahibəmiz də xoş keçər. Belə müəllimlər, növbəti dərsimiz barəsində sizlərə məlumat verəcəm. Sizlərdən xahişim odur ki, müəyyən bir müəllimlər, məsələn, bugünkü müəllimlər, Zümrüd müəllimə idi, Züleyxa müəllimə idi, bir neçə müəllimimiz var idi ki, özünü təqdim etmək istəyirdi, hazırlaşsınlar. Müəyyən bir müəllimlərə həm özünü təqdim etmək üçün söz verəcəm, həm də ki, burada qəşəng bizim suallarımız olacaq, həm psixoloji, həm də sinifin idarə edilməsi ilə bağlı. Orada da sizi dinləməyi çox istəyirəm. Təşəkkür edirəm müəllimlər, məni dinlədiyiniz üçün. Mən də sizi dinlədim. Xoş oldu mənim üçün. Sağollaşıram sizdən. Digər müəllimlər də tam baxa bilməyən müəllimlər video qeydə də baxa bilərlər. Sağ olun müəllimlər. Çox sağ olun müəllimə. Oldu, Çox təşəkkür ederim. Sağ olun. Var olun. Sağ olun. Çox sağ olun.